Bu podkastlar Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 3-cü Bahar İctimai Birliyi tərəfindən cəmiyyətdə ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdır. Podkastın məzmununda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər. Yaşlandıkça insan müdrikləşir. Cavanlara, gənclərə baxarkən onlara nəsə öyrətmək istəyir. Sadəcə bəzən gənclər qarşısındakının hər zaman tövsiyəni, məsləhəti istəmirlər. Onlar məsləhət yox, məhz kontekst istəyirlər. Bugün podkastımızda danışacağımız mövzu nəsillər arası münasibət, nəsillər arası ünsiyyət, nəsillər arası ünsiyyətdə yanlış bildiyimiz doğrular, doğru bildiyimiz yanlışlar. Bunları müzakirə eləyəcəyik və bugün müzakirə eləyəcəyimiz insanların biri 3-cü baharını yaşayan Nəsibə xanımdır. Nəsibə xanım, xoş gəlmisiniz. İkincisi isə, ikinci qonağımız isə Fatma xanımdır. Fatma xanım, xoş gəlmisiniz, gəncimiz. Və bugün hər iki nəsil arasında, gənc nəsil və 3-cü baharını yaşayan nəsillər arasında nə baş verir, niyə baş verir, bu ünsiyyətdəki sağlam gedən tərəflər nədir, bu ünsiyyətdə sağlam olmayan tərəflər nədir və bugün əsas danışacağımız mövzu bu yaşanan hadisələrdən, olan ünsiyyətdən yaşadığımız hisslər, yaşadığımız duyğular, yaşadığımız emosiyalar və o emosiyaların içində biz itib batırıqmı, yoxsa o emosiyaların içində biz yeni bir etapa mı çıxa bilirik? Bunları müzakirə eləyəcəyik. Nəsibə xanım, xoş gəlmisiniz. Özünüz haqqında qısa bir məlumat vermək istəyirsinizmi? Mən Xəlilova Nəsibə, Hürriyyət qızı. Hal-hazırda 71 yaşım var və mən yaşımdan qürur duyuram. Çox sağ olun. Fatma xanım, siz kiçik bir məlumat vermək istəyirsiniz özünüzlə bağlı? Mən Qurbanova Fatma, 39 yaşım var. Qısaca deyərəm ki, mən də demək olar ki, ikinci baharını yaşayıram həyatımın. İlk sualım budur. Nəsibə xanım, həqiqətən də nəsillər arasındakı o yaş fərqində anlaşıldığınızı anlayırsınızmı ki, sizi anlayırlar, sizi başa düşürlər, sizi eşidirlər. Eşidilmədiyiniz halda nə edirsiniz? Anlaşılmadığınız halda buna necə münasibət göstərirsiniz? Təbii ki, bu biraz mürəkkəb sualdır. Eyni zamanda həlli olan bir sualdır. Bəli, yaşımızın elə çağıdır ki, biz də səhvlər buraxa-buraxa bu yaşa gəlib çıxmışıq və geriyə dönüb baxanda görürük ki, müəyyən etaplarda yəqin ki, o səhvləri buraxmamalıydıq. Amma o yaşımızla əlaqədar olub. Amma yaşlandıkca insan müdrikləşir. Mən belə düşünürəm. Bu mənim şəxsi fikrimdir. Müdrikləşir və cavanlara, gənclərə baxarkən onlara nəsə öyrətmək istəyir, onlara ötürmək istəyir. Amma tələb şəklində yox təbii ki. Onları anlayaraq, onlarla dostluq eləyərək, onların sözünü dinləyərək, bütün bunları mənə belə gəlir ki, həyata keçirmək olur. Həmişə alınırmı Nəsibə xanım bu? Alınmayan anlar da olur təbii ki. Onlar cavandılar, gəncdilər. Bəs o alınmayan anda özünüzü bir dəyərsizlik hissinin içində, anlaşılmamazlığın içində hiss edirsinizmi? Xeyr, deməzdim. Çünki gəncləri də başa düşmək lazımdır. Hövsələ ilə yanaşmaq lazımdır. Onların da səhvləri, bizim öz səhvlərimiz olduğu kimi onların da səhvləri var. Belə başa düşürəm, Nəsibə xanım, siz öz yaşadığınız təcrübələrin nəticəsində bir yerə gəlib çıxırsınız və istəyirsiniz ki, o gənclər həmin o səhvləri və yaxud da təcrübəsizliyi etməsinə öyrətməyə çalışırsınız. Mən belə deməzdim. Bəlkə istədiyimi fikrimi çatdıra bilmədim, ola bilər. Bunlar hamısı təcrübə nəticəsində, həyatı yaşayaraq bunları başa düşürsən. O deməkdir ki, mən səhv buraxmışam və yaxud buraxmamışam. Həyatdır, həyatda insan tamamilə düzgün ola bilməz ki. Uşaqlıq illərində müəyyən səhvlər olur, təbii mən əvvəldə onu söylədim. Ancaq yaşadıkca, geriyə dönüb baxanda
O buraxdığımız səhvləri düzəltdiyimiz anlar da olur, düzəldə bilmədiyimiz, artıq gec olduğumuz anlar da olur. Uşaqlıq illərində nə səhvlər ola bilər? Əsasən təhsilə baş qarışır, valideynlər işdə, qaça-qaç, qova-qov. Onun da bir gözəlliyi, marağı olur. Amma yaşlananda bilirsən ki, hardasa səhvlər buraxmışıq. Valideynlərimizi daha dəqiq dinləsəydik, bəlkə daha yaxşı olardı. Daha fərqli olardı bəlkə. Bəli. Xanım, eyni sualı sizə vermək istəyirəm. Özünüzdən yaşda daha böyük olan, üçüncü baharını yaşayan insanlarla ünsiyyətdə eşidilmədiyinizi, anlaşılmadığınız zamanı olurmu? O zaman necə qarşılayırsınız bunu? Necə bunun öhdəsindən gəlirsiniz anlaşılmadığınız anda? Əlbəttə, mən elə bir yaş dövründəyəm ki, övladım üçün yaşlıyam, valideynlərim üçün gənc hesab olunuram. Elə bir körpü rolunu oynayıram. Və hər gün gündəlik olaraq həm evladla münasibətdə, həm valideynlərimlə münasibətdə düzdür, maraqlı olur. Nəyə görə? Çünki nəyisə bölüşmək istəyirik valideynimizlə. Hər bir insan istəyir ki, qarşısındakına mütləqdən bir məsləhət versin, tövsiyə etsin. Sadəcə bəzən gənclər qarşısındakından hər zaman tövsiyəni, məsləhəti istəmirlər. Sadəcə onların keçdiyi təcrübənin necə keçdiyini bilmək istəyirlər. Kontekst bir anlayış var ki, onlar məsləhət yox, məhz kontekst istəyirlər ki, mən bunu necə edərdim, mən bunu necə etdim. Və hansı ki, mən bu çətinlikləri, çətinlik də deməzdim, bu halları artıq yaşamış biri kimi çalışıram ki, özüm yaşlı kimi gənc olanda, qızıma hansısa bir sözü soruşanda və s. Bu gənclərdə Z nəslidir deyirik onlara biz artıq. Onlar qətiyyən rahat həll yolu, məsləhət, tövsiyə, bunu belə eləmək kimi hallar olduqda onlar bunu tamamilə imtina eləyirlər, inkar eləyirlər. Sadəcə bunu belə eləsək bəlkə yaxşı olardı. Nəyə görə? Çünki onlar istəyirlər ki, onların fikrini biz dinləyirik, eşidirik. Gələcəkdə də düşünməsinlər ki, biz dinlənilmədik, eşidilmədik. Mənim fikrimə heç bir siz diqqət eləmədiniz, hörmət eləmədiniz. Buna görə mən o ortada körpü rolunda həm övladımla, valideynlərimlə aldığım təcrübəni övladıma verməkdə Bu həmişə alınırmı, bu keçid etmək? Əlbəttə həmişə alınmır. Bəzən insan çox yorulur bundan. Bayaq siz Nəsibə xanıma da deyəndə ki, dəyərsizlik hissi olunurmu? Əlbəttə ki, bəzən olur. Amma həmin anda insan hansı anda nə qərar verirsə, nə eləyirsə, necə davranırsa, o insanın həmin andakı təcrübəsinə əsaslanır, dünya görüşünə əsaslanır. Necə bilirsə o anda doğru, eləcə də davranış eləyir. Yəni ki, ya dəyərsiz hiss eləyəcəkdir, ya da ki, üstündən keçəcəkdir ki, o qarşımdakı yaşlıdır və yaxud da ki, qarşımdakı gəncdir. Təşəkkür edirəm. Nəsibə xanım, dəyərsizlik hissindən danışdıq. Əminəm ki, yəqin ki, bu həyat yolunda o dəyərsizlik hissini münasibətlərdə, iş yerlərində və yaxud da o həyatınızın o bütün o keçid nöqtələrində yaşamısınız. Sizin bu təcrübənizi dinləmək istəyərik bir orta yaş, gənc yaş nəsil olaraq ki, necə ötürmüsünüz bu dəyərsizlik hissinin öhdəsindən necə gəlmisiniz və yaxud da gənclərə tövsiyəniz nədir? Necə öhdəsindən gəlsin bu dəyərsizlik hissinin? Bilirsiniz, burada mən biraz başqa cür yanaşardım, dəyərsiz deməzdim. İnsana o söz ümumiyyətlə götürəndə çox ağır sözdür. İşdə olur ki, adam çox gözəl işləyir, nəticə alır. Olur ki, səhvlər buraxırsan, ən alqısız təzə vaxtlarda. Amma orada qazandığımız uğurlara görə demək olmaz ki, dəyərsiz. Mən ona görə dedim ki, biraz başqa konspektdən yanaşaq. Təbii ki, yaşadığımız müddətdə insan, səhvsiz insan ümumiyyətlə yoxdur. Hər birimiz səhvləri buraxa-buraxa öyrənmişik, çalışmışıq. Bizdən yaşlılardan zamanında müraciət edib onlardan düzünü, doğrusunu öyrənmişik.
Bu cür də həyatımızı başa vurub, sonda gördük ki, bəli, özün üçün, ətrafdakılar üçün, ailən üçün nəsə eləmisənsə, nə xoş sənin halına. Bir balaca gülər bayıra çıxanda gülər üzlə qarşılanırsansa, nə xoş sənin halına. Yəni, bunlar çox önəmlidir. İstəyir ailədə, mən belə düşünürəm ki, ümumiyyətlə həyatda qarşılıqlı anlaşmaya dəyər vermək lazımdır. Qarşılıqlı anlaşma olmadan yaşamaq çox çətindir. Nəsbə xanım, yəni dəyərsizlik hissindənsə nəzərdə tuturuz ki, daha yaxşı hisslərə, daha yaşadığımız xoş, pozitiv anlara Pozitiv anlar. fokuslansaq, orada özümüzü daha yaxşı hiss eləyərik. Bunu demək istəyirsiniz yəqin ki, Daha gənclərə. yaxşı hiss eləyirik. Həm də başa düşürük ki, o anda məsələn pozitiv olaraq yaşamaq daha xoş olur. İçimizdə olan o təlatümə baxmayaraq, hardasa onların üstünə bir örtük çəkib, gülər üzlə insanlarla danışmaq, onları dinləmək, onlarla xoş vaxt keçirmək daha yaxşıdır. Yəni yaşadıqlarımız, təlatüm dediniz, yaşadıqlarımız o təlatümləri qırağa qoymaq, yəni bu özümüzə aid O olan mənə təlatüm. məxsusdur. Onu özüm bilirəm ki, haçan necə keçirirəm, haçan yadıma salıram, haçan özümlə söylənirəm, danışıram. O mənə məxsus olan bir hissdir. Onu mən kənardakılara sirayət eləməyə lazım bilmirəm. Çox sağ olun Nəsbə xanım. Fatma xanım, təlatümdən və daxili gedən proseslərdən danışdı Nəsbə xanım. Bunu özünüzdən böyük nəsillə bölüşürsünüzmü? Bölüşəndə orada hansı, necə anlaşılmağı gözləyirsiniz və yaxud da sizə bir məsləhət verilməyəni gözləyirsiniz, yol göstərilməyəni gözləyirsiniz? Hansı məqsədlə danışırsınız özünüzdən böyüklərə, daxilinizdəki o baş verənləri? Ümumiyyətlə bölüşürsünüzmü? Mən əslində hər şeyi özüm içimdə olan bir adam kimi əlbəttə ki, bölüşdüyüm anlar olur. Bölüşdükdə nəyə görə bölüşürəm? Çünki gənc nəsil necədir? Sürətli informasiyanı qəbul eləyir, bəzən heç dərinliyinə varmır. Amma yaşlı nəsil yavaş-yavaş onu qəbul eləyib, tam dərinliyinə varıb. Əlbəttə ki, onların təcrübəsi qarşındakı qəbul eləmək istəyirsə, çox dəyərlidir. Elə anlar olur ki, həqiqətən də yaşlı nəslin, yəni bizdən daha çox təcrübəsi olan nəslin məsləhəti o qədər dəyərlidir ki, və mən elə bir, məni tanıyanlar bilir ki, hər zaman özümdən daha yaşlı nəsillə söhbət eləməyi, onlarla danışmağı, mütləq məsləhət almaq üçün yox, sadəcə onlarla eyni ortamda olmağın özü belə məndə xüsusi bir yaxşı, rahatlıq hissi yaradır ki, hər bir halda onlar böyük təcrübəyə sahibdir. Özümü daha güvənli, daha rahat hiss eləyirəm onlarla münasibətdə. Bölüşürəmmi? Bunu sadəcə öz xarakterimə uyğun olaraq tam da bölüşdüyüm anlar olmur. Amma mütləq mən onların təcrübəsindən nə desələr axıra kimi qulaq asmağa, həmin anda olmasa belə həyatımda onları mütləq tətbiq eləmişəm. Həm valideynlərimdə, həm ətrafımda olan digər yaşlı insanlarda mütləq şəkildə onların səhv eləyə bilərlərmi? Eləyərlər əlbəttə ki. Amma əminəm ki, onlara verdiyim məsləhət onlar necə görmək istəyirlərsə olur da. Ümumiyyətcə insan qarşısındakını anlamaq istəyirsə, onu axıra kimi dinləyir. Əgər ondan bir şey almaq istəyirsə, yox, əgər qarşısındakindən heç bir şey almaq istəmir, sadəcə demək xatirinə deyirsə, istəyir qarşısındakı ən yaxşı pedaqoq olsun, ən yaxşı filosof olsun, istədiyi kimi onu anlayacaqdır. Necə Rumi deyir ki, nə danışaq, qarşısındakının anladığı qədərdir. Yəni ki, bu da mən əgər qarşımdakindən nəsə almaq istəyirəmsə, yaşlı olsun, gənc olsun, onu alacam. Belə. Təşəkkür edirəm. Nəsbə xanım, nəyi bilmək istəyərdim? Yəqin ki, rastlaşmısınız bu durumla. Sizdən daha gənc nəsillə hansı bir istəyərəkdən və ya istəməyərəkdən bir mübahisənin içinə düşürsünüz.
və yaxud da dediyiniz söz yanlış anlaşılır. Necə idarə edirsiniz bu belə deyim, konflikt deməkdir bu mübahisəni və ya o kiçik olan bir anlaşılmamazlığı, onun öhdəsindən gəlmə yolları nədir? Bilirsiniz, ümumiyyətlə xanımın dediyi sözlərdə çox böyük həqiqət var. Çünki o xüsusiyyəti mən də çox dəyərləndirərək bu vaxtacan yaşamışam. Yəni dinləmə mədəniyyəti deyilən bir şey var. O dinləmə mədəniyyəti bəzən hövsələsiz insanlar çətinlik çəkir. Mən məsələn yaşından asılı olmayaraq istəyir uşaq olsun, böyük olsun, mən hamını dinləməyi çox sevirəm, çox xoşlayıram. Çünki hər ağızda bir kəlam var deyirlər. Və onları öyrənə-öyrənə bu yaşa gəlib çatmışamsa, necə məni zamanında dinləyiblər, istəyir yorğun olanda, istəyir əsəbi olanda, çətinlik olanda, hər şey olub həyatda. Bax, onları öyrənə-öyrənə bu yaşa çatmışamsa, deməli mən indi özüm də bu işləri tətbiq eləyərək balacaları da, böyükləri də məmnuniyyətlə dinləyirəm və çalışıram ki, bayaq dediyim bir söz oldu, qarşılıqlı anlaşma. Uşaqdan böyüyə, əgər onunla, onun dilində danışacaqsansa, qarşılıqlı anlaşma alınacaqsa, onu mütləq deyil ki, məcbur eləyəsən ki, mən düz deyirəm, sən mənə inanmalısan. O özü onu lazım bilsə başa düşəcək. Yəni dinləməklə o mübahisələri yatışdırmaq, yatızdırmaq olar necəsə. Bəli. Nəsbə xanım, bunu zamanla gəlmisiniz bu dinləməyi və yaxud da susmağı, yoxsa bu sizin əvvəlcədən xarakteriniz idi? Ümumiyyətlə, mən hesab edirəm ki, bu bir xarakterdir. Görükür, ailəmdən irəli gəlib, ondan sonra isə mən öz müəllimlərimə minnətdarım. Mən elə dahi müəllimlərdən təhsil almışam ki, onlardan çox şey öyrənmişəm. Ona görə də bu zamanla daha da möhkəmlənib xarakterdə görükür. Mən ancaq bununla əlaqələndirirəm. Təşəkkür edirəm. Fatma xanım, gələk nəsillər arası dəyərlərə, nəsillər arasındakı o dəyəri böyüklərdən hansı dəyərləri alırsınız? O dəyərləri mən belə başa düşürəm, siz çox ailə, böyüklər, bunlarla bağlı olan münasibətlərdə çox duyğulara, emosiyalara düşüb və oradan nələrisə almağa çalışırsınız. Bu dəyərləri, hansı dəyərləri götürürsünüz? O dəyərləri necə möhkəmləndirirsiniz? Möhkəmləndirmək mümkündürmü bu indiki Z nəsli uşaqlarla bunu? Tamamilə düzgün vurğuladınız ki, mənim üçün ailə dəyəri ən vacib məqamdır. Əgər insanda ailə dəyəri varsa, o cəmiyyətdə öz yerini tapa bilir. Yox, əgər ailə dəyərinə o qədər də önəm vermirsə, cəmiyyətdə biraz çətinlik çəkəcəkdir də. Bunu oxuduğumuz kitablardan, ətrafımızdan, gündəlik həyatımızda yəni ki, açıq-aşkar görürük. Yaşlılardan, yəni ki, daha yaşlı nəsildən əlbəttə ki, mən həvəslə onları dinləyəndə, onların təcrübələrindən, dərinliyindən bayaq qeyd elədiyim kimi mütləq nəsə alıram. Eyni zamanda da gəncləri də dinləməyi sevirəm. Nəyə görə? Çünki onlarda yeniliklər var. Arada bəzən olur, bizim dövrümüz, yaşlılar öz dövrlərini müdafiə eləyirlər. Gənclər də bizim dövrünü, öz dövrlərini müdafiə edirlər. Əslində, yaranan o anlaşılmazlıq məhz o anda baş verir ki, hamı özünün doğru dövrdə olduğunun, daha yaxşı olduğunu sübut eləmək istəyir və bu zaman elə bil ki, başlayırlar mühakiməyə, hərə öz dövrünü müdafiə eləməyə başlayır. Sadəcə yaşlıdan siz dediniz ki, necə dəyər alıram? Bunu etmədən, bu ortada olan boşluğu etmədən, mühakimə etmədən, öz bildiklərimin mütləq də düzgün olduğunu sübut eləməyə çalışmadan, sadəcə dinləməklə bunu eləmək olar. Həyatda Nəsbə xanım da qeyd elədiyi kimi, dünyada dinləməkdən gözəl ikinci bir şey ola bilməz. Əgər bir şeyi axıra kimi dinləyiriksə, bəlkə də əvvəldən problem kimi olduğunu mu, ya da ki, çətinlik kimi olduğu şeyi tam olaraq özümüz onu dinləyərək özümüz cavabımızı tapırıq. Belə, ona görə böyüklərlə ünsiyyət
qurmaq üçün ilk növbədə sadəcə onu anlamağı istəyərəkdən ona getmək lazımdır. Təşəkkür edirəm. Nesbə xanım, danışdıqca görürəm ki, çox kövrək, çox qəlbinizdəki o emosiyaları çox incə yaşayan bir xanımsınız. Bu nəyə əsasən olub? Bu yaşadıqlarınızı hal-hazırda danışdıqca müəllimlərdən, yaşananlardan, təcrübələrdən o nostalji hisslərimi xatırlayırsınız? Nələr xatırlanır ki, bu qədər belə incə, kövrək bir danışığa gəlib çıxırıq? Görgür mənim xarakterimdə var o biraz. Baxmayaraq ki, xarici görünüşdən daha sərt belə görünürəm, ancaq hər bir xanımın içində bir incəlik var. İnce hisslər var. O bizi bəzən kövrəldir. Və çox gözəllik Nesbə xanım, bunu itirməmisiniz bu yaşa qədər. Bu o qadın incəliyi, xanım incəliyini itirməmisiniz. Qadın elə böyük qüvvədir ki, Allah Taala onu elə yaradıb ki, lazım olan anda biz çox qüvvətli oluruq. Lazım olan anda balaca körpə uşaq boyda oluruq. Kövrəlirik, biz də sevirik, sevilirik. Ümumiyyətlə sevməkdən gözəl şey yoxdur həyatda. Sevgi deyəndə onu bir mənalı başa düşmək lazım deyil. Sevgi ilk əvvəl biz valideynlərimizi sevirik. Gözümüzü açıb onların təsiri altında böyüyürük, yaşlanırıq. Sonra sevgi hər yerdə var, bizi sevgi istəyir və bizi yaşadan, qüvvətləndirən o sevgi ki var, o bizim içimizdə yaşayır. Lazımı anda görürsünüz ki, incə hisslərimizi çıxardırıq bizə. Təşəkkür edirəm. Fatma xanım, incə hisslərdən danışdı Nesbə xanım, sevgidən danışdı. Nə demək istəyirsiniz bu ümumiyyətlə bu dünyəvi sevgi haqqında, münasibətlərdə valideynlərimizlə, ailə münasibətlərindəki o sevgi ilə bağlı nə demək istəyirsiniz? Sevgi Nesbə xanımın dediyi kimi sevgi deyəndə hamı elə fikirləşir ki, iki insanın bir-birinə qarşı olan dərin məhəbbətindən söhbət gedir. Amma bu belə deyil. Sevgi olanda sən mərhəmətli olursan, sən dünyaya daha gözəl baxırsan. Bu təkcə yəni ki, kiməsə qarşı cinsə qarşı olan sevgini ümumiyyətcə mən nəzərdə tutmuram. Dünyaya baxışı, həyatı sevməyi, necə deyir ki, ömrün birinci yarısında deyir, dünyanı qururuq deyir, ikinci yarısında özümüzü anlayırıq. Özümüzü anlamaq nədir? Dünyaya sevgi ilə baxmaq deməkdir mənim nəzdimdə. Yəni bu mənim fikrimcədir. Nə qədər ki biz dünyaya sevgi ilə baxırıq, hər şeyə məhəbbətlə baxırıq, hər şeyin həll yoluna problem kimi yox, ədalətli, empatiya quraraq, anlayaraq baxırıq, onda sevgi yaşayacaqdır. Yox, əgər ki bunlar olmayacaqdırsa, məncə sevgi sözünü heç həmin şəxs işlətməsində. Nəyə görə? Çünki ülvi bir sözdür sevgi sözü. Vətənə sevgi, valideynə sevgi, sevgi olanda hörmət də olur, ədalət də olur. Belə. Təşəkkür edirəm. Nesbə xanım, sizin bu təcrübənizi çox dəyərləndirmək istəyirik. Nəsillər arasında bir gerçəklər olur və bir yerdən sonra başa düşür ki, əslində o gerçəklər, o doğrular bugünə qədər doğru bilirdik, amma yanlışdır. Bunlarla bağlı nə deyə bilərsiniz ki, bir yerə qədər düşünürdünüz ki, bu şeylər çox doğrudur, amma müdrikləşdikcə, yaşada olduqca, həyat təcrübəniz gəldikcə düşündünüz ki, bunlar əslində bizə ötürülüb, amma bu o qədər də doğru deyil. Yəni bugünə qədər bunu doğru bilmişəm, əslində bu yanlış imiş. İnsan həyatında ola bilər elə anlar. Amma o demək deyil ki, o həyatın sonudur, hər şey bitdi. O da səhvlərimizdən biridir. Səhvi əslində yaşdan asılı olmayaraq hər bir insan səhv buraxır. Bəzən o emosiyalara qapılırsan, bəzən əsəbi olursan, yorğun olursan, müəyyən səbəblər olur da, onlar xırdalamağına dəyməz. Amma burada bir söz demək istəyirəm. Bax, biz də uşaq olanda heç bilmirdik ki, ümumiyyətlə problem nədir, dərd nədir, səhv nədir, belə şeyləri heç kim bilmirdi. Yaşlandıqca biz bunları gördük, bunu yaşadıq. Bəli, gördük, yaşlandıq.
Amma siz bizdən soruşun, görün ki, biz heç öz yaşımızı bilirik. İçimizdə biz yenə də həyata elə bağlanmışıq ki, o kiçik yaşlarımızdakı kimi nə yaşımızı hiss eləmirik. Təbii ki, mən müdrik insanları nəzərdə tuturam burada ki, bu çox önəmlidir. Elə olan halda o uşaqlara da münasibətimiz çox gözəl olur. Onları da başa düşməyə çalışırıq. Daha çox valideynlərimizi, bizdən yaşlı nəsli, bunları daha çox başa düşürük ki, biz belə onları o vaxt başa düşməmişik axı yaşlılıq nədir. Mən belə baxıram bu yaşlı. Nəsbə xanım, bilirsiniz, bunu eşitmək nə gözəldir ki, daxilinizdə bütün bu danışdıqlarınızdan bunu eşitdik ki, sanki daxilinizdə həm bir uşaq var, həm bir müdrik bir tərəf var və bu ikisini bir yerdə yaşaya bilmək böyük bir xoşbəxtlikdir və mən düşünürəm ki, yəqin siz buradan sizin yaşda 3-cü baharını yaşayan insanlara bir gözəl bir mesaj verdiniz əslində ki, daxilinizdəki o uşaq heç yerə getməyib və daxilinizdəki o müdrik də heç yerə getməyib və onların ikisinin birləşməsinə həyata tutunursunuz tamamilə başqa bir tərəfdən. Bunu eşitmək sizdən çox xoş oldu. Təşəkkür edirəm. Fatma xanım, siz nə deyə bilərsiniz nəsillər arasındakı bugünə qədər gəlib çıxmış bəzi doğruların əslində yanlış olduğu qənaətinə gəlib çıxılır. Nə deyə bilərsiniz bununla bağlı? Bir dənə misal var, deyir, gənclik gənclərə israf olundu. Burada demək istəyir ki, yaşlananda insan, indi mən də yaşlanıram da, 17-18 yaşında olan düşüncəmlə indiki düşüncəm fərqlidir və deyirəm ki, bu təcrübəm orada olsaydı belə eləyərdim. Ona görə bu misal mənim üçün çox dəyərlidir. Yəni ki, gənclik, yəni təcrübəsiz dövrümdə israf olundu. Yaşlandıqca, yaşa dolduqca biz israf olunmuş vaxtın nə qədər dəyərli olduğunu indi başa düşürük. Yəqin ki, biraz ötəndən sonra bunu da biz fikirləşəcəyik ki, kaş o dövrdə belə eləyərdik. Amma yəni ki, bu səhv deyil də, bu bizim keçəcəyimiz bir yoldur. Buna səhv kimi baxmayıb, yəni orada ilişib qalmayıb, davam eləsək və ondan bir nəticə çıxarıb getsək, məncə bu daha yaxşı olar. Bir də ki, bu gənclərlə yaşlılar arada ünsiyyət quranda, bu hansı ki, o çaxnaşma düşən anda, mən düşünürəm ki, burada gənclər də, yaşlılar da ikisi də qorxur. Yaşlılar gəncə baxır və onun bu istəklərini, nə bilim, soruşduğu misallarda falan öz itirdiklərini görür, biraz pis hiss eləyir də özünü. Gənc də yaşlıya baxanda yaşlanacağını düşünür, belə qorxur və o anda bir tendensiya yaranır da, bir-biri ilə münasibətdə, nə bu onu qəbul eləmək istəyir, yaşlanmaq istəyir ki, mən də onun kimi olacağam, ya da o buna deyir ki, kaş itirdiyim vaxtlara da mən onun yerində olsaydım, bunları eləyərdim. Mən də onları yaşayıram, yəni ki, həm iki tərəf ortada olan bir nəsil kimi, bəli, övladıma baxanda və yaxud da gənclərə indi deyirəm ki, kaş bu indi universitetdə oxuyanların dövründə olsaydım, mən belə-belə eləyərdim və s. və ilaxır. Biraz o hissləri yaşayırıq. Təşəkkür edirəm. Nəsbə xanım, son olaraq sizdən gənc nəsillərə tövsiyəniz, məsləhətiniz, demək istədikləriniz nədir? Mən gənclərə əlbət ki, demək istədiyim olar ki, gənclərimiz gözəl həyat görsünlər. Əsas təhsilə fikir versinlər. Müharibəsiz həyat görsünlər. Bir də müharibəni görməsinlər. O qədər önəmlidir ki, biz onu yaşadıq. Zarafat deyil, o qədər şəhidlər vermək. Amma bizim gəncliyimizə, uşaqlarımıza mənim o qədər böyük ümidlərim var. Çünki indi onların qarşısında çox böyük şanslar var. Keçmişdə bizim devrimizdə tutalım ki, biz ancaq Azərbaycan sərhədində oxuyub təhsil ala bilirdik.
Çox gözəl müəllimlərimiz olub, fəxr duymalı insanlarımız olub. Amma dünya səviyyəsinə çatmaq üçün əlaqələrin geniş olması çox önəmlidir və çox mühümdür. Bugünkü gənclər hansı ölkədə istəyirlər gedib oxuya bilirlər. Gedib oxuyurlar, təhsil alırlar. Uşaqlıqda onlar bizə suallar verib nələrsə öyrənirdilər. Bugün elə anlar olur ki, biz onlara sual veririk. Onlardan öyrənirik. Bu o qədər gözəl dialoq alınır ki, bilmədiyim şeylər mən onunla fəxr duyuram. Yəni ondan utanmıram. Öyrənmək heç vaxt insana utanc gətirməməlidir. Bugünkü gənclərimiz çox savadlıdırlar. Baxın, dünyada bu saat Azərbaycan balaları çıxıb böyük auditoriyalarda öz əlləri ilə elmə gətirdikləri müasirliyi özləri göstərirlər bunu, təsdiq eləyirlər. Və mən bir qadın olaraq, ana olaraq qürur duyuram öz uşaqlarımızla. Belə davam eləsinlər, çalışsınlar ki, hərdən birdən bəzi sözlərə, müəllimlərin sözlərinə olsun, valideynlərin sözlərinə olsun, o çox sevdikləri nənə babaların sözləri olsun, onlara da hərdən bir dinləsinlər onları. Ancaq xeyir taparlar ondan. Çünki heç bir nənə baba nəvələrinə pis söz öyrətməz, pis iş öyrətməz. Amma yaşasın bizim gəncliyimiz. Nəsbə xanım, nə gözəldir bu qədər emosiyanı, hissi hal-hazırda sizdən görmək və bunu yaşamaq. Çünki bir psixoloq olaraq hal-hazırda ən əziyyət çəkdiyim məsələ gənclərin, orta yaş gənclərin duyğularını öyrənmək, duyğularını eşitmək, duyğularını, hisslərini eşidə bilmək. Mən düşünürəm ki, bugünkü bizim siz çox dəyərli danışdınız, çox dəyərli məsləhətlər verdiniz, çox dəyərli söhbətlər etdiniz. Amma bugün sizdən öyrəniləcək ən vacib məqam mənə görə o yaşadığınız hiss, emosiyadır. Onları nə gözəl yaşayıb və nə gözəl ifadə edə bilirsiniz. Bu o qədər dəyərlidir hal-hazırda mənim üçün. Çünki bununla bağlı hal-hazırda əziyyət çəkirəm ki, o duyğuları, hissləri yaşayın, o duyğuları, hissləri yaşamadan həyatımızı keçirdirik biz. Bugün sizdən mən də bunu öyrəndim və əminəm ki, bugün sizə qulaq asan adamlar, insanlar bu duyğuları, emosiyaları yaşaya bilmək, onları yaşayıb həm də ifadə edə bilməyi öyrənə bilərlər sizdən. Çox təşəkkür edirəm sizə bu emosiyalar tam səmimi olaraq burada yaşadığınız və yaşatdığınız üçün. Mən çox sağ ol deyirəm sizə, təşəkkür edirəm sizə. Dəyərli vaxtınızı sərf elədiniz. Çox sağ olun. Biz də öz həyat təcrübəmizdən bir-iki kəlmə təşəkkür edirəm. Tanışdıq. Çox sağ olun. Fatma xanım, nə istəyə bilərsiniz, gənc olaraq, orta yaş gənc olaraq bu dedim, üçüncü baharını yaşayan insanlardan nə gözləyirsiniz, nə istəyərdiniz, hansı tövsiyəni eşidib nəyi almaq istədiyinizi səsləndirərdiniz? Mən Nəsbə xanıma da təşəkkür edirəm sizinlə eyni zamanda ki, o bütün hiss və duyğularını çox təbii şəkildə bizə çatdırdı. Çox dəyərlidir. Elə bütün üçüncü baharını yaşayan və ondan da yaşlı nəsildən istədiyim sadəcə bu ola bilər ki, hər zaman dürüst, rahat, təbii şəkildə öz qarşı tərəflərinə, bütün gənclərə, hamıya müdrik şəkildə bunu ifadə eləsinlər. Sadəcə qarşısındakını düşünüb ona empatiya quraraq. Yəni ki, öz fikri kimi yox, qarşısındakının almaq istədiyi kimi bunu onlara göstərsinlər. Fatma xanım, çox təşəkkür edirəm. Çünki hal-hazırda ötürdüyünüz o ailə dəyəri hissi və çox yaxşı bir söz ifadə elədiniz bayaq. Dediniz ki, mən gələcək nəsillə, məndən sonraki nəslə, məndən əvvəlki nəslər arasında bir körpüyəm və bu körpü rolundakı siz o emosiyaları necə idarə elədiyinizdən danışdınız. Bu o qədər əslində dəyərlidir. Bunu ötürə bilmək, bunu öyrədə bilmək ki, çünki bizim yaşadığımız çətinliklər var və o çətinliklər nəticəsində bizdən sonraki nəsillərlə, bizdən əvvəlki nəsillər arasındakı o bağı qurmaq sanki bir yükdür. Amma bunu yük olmayaraq çox rahat
şəkildə ötürdünüz ki, bu əslində bir yük deyil, bu əslində bir həyatımızın dəyərli bir hissəsidir, vacib bir hissəsidir. Bunu ötürdünüz. Buna görə təşəkkür edirəm. Təqinə xanım, bir dənə indi çıxıb ki, kimsə nəsə öyrənmək istəyəndə, təcrübəsini artırmaq istəyəndə gedir indi müasirdə mentor tapır, onu tapır, bunu tapır. Əslində mentorlar bizim elə özümüzün ətrafındadır. O qədər təcrübə keçən nəsillər var ki, əgər onlardan almaq istəsələr, o böyük məbləğ pul ödəyib aldıqları mentorlardan da dəyərli fikirləri oradan ala bilərlər. Mən bunu sınaqdan keçirmişəm, yəni ki, bir neçə Nə dəfə. gözəl. Ona görə də əminəm ki, ən yaxşı mentorlar elə bizim özümüzün Valideynləri, ətrafımızda olan. valideynlərimiz, ətrafımızdakılar. Elə 3-cü baharda mən bir neçə dəfə tədbirlərdə falan iştirak eləyəndə o qədər dəyərli fikri olan burada nəsil var ki, mən o ayda bir dəfə biz onlarla görüşəndə mən o günü saya-saya gəlirəm ki, görəsən kitabı oxuyanda o hissəni oxudum. Görəsən bunu həm də artıq bilirəm ki, hərənin fikri necə qarşılayacaqdı da ki, görəsən mən belə yanaşdım, onlar necə yanaşacaqdı bu fikrə də. Mənim üçün həddindən artıq dəyərlidir. Mentorla, yəni ki, eyni yerə yox, ondan daha üstün qoyuram ki, yaşlı nəsildən bizim öyrənəcəyimiz çox şey var. İstəyərdim ki, bizim övladlarımız da, mənlə yaşıd olan nəsillər də hamı bunun fərqinə varsın. Təşəkkür edirəm. Çox dəyərlidir fikirləriniz. Bugünkü mövzumuzu ailə dəyərləri bizdən əvvəlki nəsillərə əslində diqqətlə baxsaq, diqqətlə onları görsək, diqqətlə onları eşitsək, orada nə qədər dəyərlərin gizləndiyini, orada nə qədər gözəl emosiyaların gizləndiyini, yaşandığını görə bilərik. Çox sağ olun, təşəkkür edirəm.